Azərbaycanın dəmir yolu nəqliyyatı indi özünün sürətli inkişaf mərhələsindədir. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən iri həcmli islahatlar bütün sahələrdə olduğu kimi dəmir yolu nəqliyyatında da uğurla həyata keçirilir. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti müxtəlif beynəlxalq layihələrin fəal iştirakçısı olmaqla yanaşı, onların həyata keçirilməsinə də ciddi yanaşır. Azərbaycanın xüsusilə önəm verdiyi beynəlxalq nəqliyyat layihələrindən biri olan Şimal Qafqaz Dəmir Yolu bağlantısı layihəsinə Azərbaycan qoşulmaqla gələcəyə hesablanmış uğurlara daha bir addım atmış oldu. Son illər ərzində tranzit potensialının artırılması istiqamətində dəmir yollarında olduqca uğurlu addımlar atılıb. Bu addımların Şimal regionunda, xüsusən də Xaçmaz Dəmir Yolu stansiyasında insanlar üçün yaradılan şəraitin bariz nümunəsidir. Davam etdirilən işlər çərçivəsində Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti 124 yaşlı Xaçmaz Dəmir Yol Vağzalının binasını əsaslı təmir edir. Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunan binanın orijinal görünüşü saxlanılmaqla kompleks yenidən qurma işləri aparılır. Xaçmaz stansiyası 1897-ci ildə İngilis, Alman və yerli mütəxəssislər tərəfindən inşa olunmuş stansiyadır. Təxminən 1902-ci illərdə təmir başa çatmışdır. O gündən bu günə Xaçmaz stansiyası sərnişin və yük stansiyası kimi fəaliyyət göstərir. Bugünkü gündə də həmin işlər davam etdirilir. Xaçmaz stansiyasında əsaslı təmir işləri aparılır. Xaçmaz stansiyasının dam örtüyü təmizlənib, rənglənib. Xaçmaz stansiyasının fasadı yuyulub. Xaçmaz stansiyasının girişi, çıxışı təmir olunur. Stansiyanın yollarında, platformalarında təmir işləri gedir. Hal-hazırda bu işlər davam etdirilir. Yerli memarlıq abidəsi olaraq Xaçmaz stansiyasında heç bir əlavə təmir tikinti işləri aparılmır. Son vaxtlar dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların, vaqonların tətbiq olunması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi vətəndaşlar üçün, o cümlədən sahibkarlar üçün yaradılan şərait vətəndaş məmnunluğuna xidmət edir. Qeyd edək ki, Xaçmaz Dəmir Yol Vağzalı Bakı-Yalama Dəmir Yolu xətti üzərində ən mühüm məntəqələrdən biridir. Xaçmaz Vağzalı təkcə iqtisadiyyatımıza deyil, incəsənətimizə də töhfələr verib. Vağzal binası özünə məxsus memarlıq incisi olmaqla yanaşı, bir çox məşhur filmlərə də səhnə olub. Təkcə SSR-də 17 milyon nəfərdən çox insanın izlədiyi Arxadan Vurulan Zərbə filminin epizodlarından biri məhz burada çəkilib. Könül Kazımova, Xanlar Cəbrayılov, Xaçmazdan xüsusi olaraq bugün informasiya proqramı üçün.